salıblar yiyib içməyin ortasına. O belə ayələr var ki, əvvəli bir şeydir, ortası bir şeydir, axırı başqa bir şeydir. Allahdan kəlmələr necə nazil olubsa, bir hərf belə əskiydir. Bir hərf belə Qurana artırılmayıb. Nə əskiydir, nə də artırılmayıb. Amma nə olub? Məkkə ayələri bir tərəfdə, Mədinə ayələri. Bir surənin içində həm Məkkə ayəsi var, həm də Mədinə. Niyə? Ya bu Məkkədə nazil olub. Mədinə ayəsini bu Məkkə surəsinin içində nə işi var? Məsələlər var ortada. O məsələlərdən də biri Əhzab surəsi 33-cü ayədir. Bu müqəddimədən sonra narahat mövzular çoxdur bu məsələdə. Hamısı araşdırma istəyir. Görün, təhrifin bu növü barədə Qum şəhərinin elmi hovzasının ustadı Şeyx Muhammed Cəfər nə deyir? معنى التحريف هذا السؤال لا بأس به أن أفتح الجواب بصورة لازمة أنه أشير. Amma təhrifin mənasına gəldikdə, bu suala cavab verməkdə bir problem görmürəm. Bu haqda bunu deyə bilərəm ki, təhrifin mənalarından biri də bir şeyi öz yerindən götürüb başqa yerə qoymaqdır və bu mənada təhrif Quranda baş vermişdir. Hādal Qur'anil mevcud huwa hujja aleyna idha tala'al imam el-Mehdi selamullah aleyh. وراد يعدل بعض آيات آية مكان هذا خصه هو مهدي معصوم من ربه. İmam çıxsa, gəlsə, zuhur eləsə, desə ki, filan ayə filan yerdə olmalıdır, filan ayə filan yerdə olmalıdır. Biz, o məsumdur, yəni düz deyir, həqiqət onun dediyi kimidir və salam elə olacaq. El-Qur'an-ül-Kerim əmərən nəbi sallallahu aleyhi və aleyhi. Allah Rəsulu məhz Əliyə Quranı toplamağı və onu yazmağı əmr etdi. Salamullah aleyh. Əkmələ cəm'əhu. Əli də Quranı cəm etdi və biz belə etiqad edirik ki, onun yazdığı Quran bu Qurandan fərqlənir. Həm surələrin tərtibatına görə, həm də ayələrin tərtibatına görə fərqlənir. Əlimizdə olan Quranda hər hansısa bir artırılması və azaldılması olduğunu demirik, amma bu Quran Əlinin cəm etdiyi və hal-hazırda Mehdidə olan Quranla tərtibatına görə fərqlidir. Bəs elə isə bu Quran bizim üçün hüccət sayılmırmı? Yox, hüccət sayılır. Çünki insanlar, yəni digər müsəlmanlar kimi bizə də Quranı oxumaq əmr edilmişdir. Və bizim əlimizdə onsuz da bu Qurandan başqa nüsxə yoxdur. O biri nüsxəyə gəldikdə isə o Əhl-i Beytdədir. Mehdi zuhur edib o Quranı ortaya çıxartdıqda hamımız ona tabi olacağıq. Neymətullah Əl-Cəzairi bir çox şiyyəni maraqlandıran bir sualı belə cavablandırır. Əgər deyilsə ki, Qur'anın dəyişdirilməsi ilə birgə onu oxumaq və onunla əməl etmək necə mümkün olur? Cavabında deyirəm, artıq hədislərdə məsum imamlardan rəvayət olunmuşdur ki, onlar öz şiyyələrinə əldə mövcud olan Qur'anı namazda və başqa ibadətlərdə oxumağı və onun hökmləri ilə əməl etməyə əmr etmişdilər. O vaxtacan ağamız Sahib Əz-Zaman zuhur edəcək və insanların əllərində olan Qur'anı səmaya qaldıracaq. Əmirül-Mumininin, yəni Əlinin yazdığı əsl Qur'anı ortaya çıxaracaq. Onu oxuyacaq və onun hükümləri ilə əməl edəcək. Şübhəsiz ki, zikri biz nazil etdik. Əlbəttə, biz də onu qoruyacağıq. Rəbbinin kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. Həqiqətən bu, ehtirama layiq Qur'andır. Qorunub saxlanılan yazıdadır. Bəli, bu şanlı Qur'andır. O, mühafizə edilən lövhədədir. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, müdrik, tərifə layiq Allah tərəfindən nazil edilmişdir.